Salam dəyərli izləyicilər. Bugün qlobal siyasətin və iqtisadiyyatın mərkəzinə çevrilmiş olduqca təhlükəli bir mövzudan danışacağıq. Qırlandiya üzərində yaranan gərginlik ABŞ ilə Avropa İttifaqı arasında yeni ticarət müharibəsinin başlanğıcı ola bilər. Donald Trumpın sərt mövqeyi NATO daxilində münasibətlərin necə sarsıdır və bu qarşıdurma ABŞ iqtisadiyyatına hansı risklər yaradır? The Wall Street Journal'ın təhlili əsasında mövzunu ətraflı şəkildə izah edəcəyik. Qırlandiya məsələsinə görə Donald Trump Avropadakı NATO müttəfiqlərinə qarşı ticarət müharibəsi başlatmağa hazırdır. Lakin bu qarşıdurma hər iki tərəf üçün baha başa gələ bilər. The Wall Street Journal yazır ki, Avropa İttifaqına təzyiq cəhdləri sonunda ABŞ iqtisadiyyatına ciddi zərbə vura bilər. Donald Trumpın Ağ Evə qayıdışından düz bir il sonra ABŞ ilə Avropa İttifaqı ölkələri arasındakı münasibətlər uzun illərin ən dərin böhran nöqtəsinə çatıb. ABŞ prezidentinin Danimarkanın muxtar ərazisi olan Qırlandiyaya dair açıq iddiaları Avropanın NATO üzvlərini adaya əlavə hərbi kontingent göndərməyə vadar edib. Trumpın itaat etməyən ölkələrə qarşı yeni gömrük rüsumları tətbiq etmək hadələri isə bir-biri ilə misilsiz dərəcədə sıx inteqrasiya olunmuş iqtisadiyyatlar arasında növbəti geniş miqyaslı ticarət müharibəsi riskini artırır. Bu həftə Trump və Avropanın NATO liderləri Davosda keçirilən Dünya İqtisadi Forumunda Qırlandiyanın statusunu müzakirə edəcəklər. Görüş ABŞ prezidentinin Qırlandiyanın anneksiyasına qarşı çıxan ölkələrə qarşı artırılmış rüsumlar tətbiq etmək planını elan etməsindən sonra və Avropa İttifaqının cavab tədbirlərini razılaşdırmaq ərəfəsində baş tutacaq. Avropa İttifaqı cavab addımı kimi ABŞ-dan idxal edilən 100 milyar dollardan artıq məhsula qarşı güclü rüsumları tətbiq etməyi nəzərdən keçirir. Eyni zamanda Amerika şirkətləri Avropada dövlət tenderlərində əlavə maneələrlə üzləşə bilərlər. ABŞ qəzeti iddia edir ki, qısa müddətdə ticarət müharibəsi onsuz da iqtisadi durğunluq yaşayan Avropa üçün ciddi mənfi nəticələr verəcək. Lakin ABŞ da ümumi daxili məhsul artımının zəifləməsi, istehlakçılar və biznes üçün qiymətlərin artırılması riski ilə üz-üzə qala bilər. Uzun müddətli perspektivdə isə Avropa ilə münasibətlərin pozulması ABŞ iqtisadiyyatı üçün dağıdıcı ola bilər. Vaşinqtonun əsas müttəfiqi asılılığı azaldaraq digər qlobal güclərlə, o cümlədən Çinlə yaxınlaşa bilər. Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun aparıcı tədqiqatçısı Marie Levinin sözlərinə görə, bu halda Amerika şirkətləri Avropa bazarında satış itkisi ilə üzləşəcək və bazar rəqibləri üçün açılacaq. Hazırda Avropa İttifaqı ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır. Bütün Avropa isə ABŞ-a birbaşa xarici investisiyaların əsas mənbəyidir. Təkcə 2024-cü ildə Avropa ölkələri ABŞ iqtisadiyyatına 3,6 trilyon dollar sərmayə qoyub. Eyni dövrdə ABŞ şirkətləri də Avropaya təxminən 4 trilyon dollar investisiya yönəldib. Amerika şirkətləri Avropada proqram təminatı, maliyyə xidmətləri, enerji resursları və digər məhsullar sataraq böyük gəlir əldə edirlər. Kanadanın Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin İqtisadi proqramlar üzrə direktoru Philip Like qeyd edir ki, ABŞ-da süni intellekt və data mərkəzlərinin inkişafı məhz Avropa bazarında əldə olunan gəlirlər hesabına maliyyələşir. Bəzi analitiklər xəbərdarlıq edirlər ki, Trumpın hədələri Avropalı investorları ABŞ aktivlərindən uzaqlaşdıra, dolların zəifləməsinə, fond bazarının enməsinə və borclanma xərclərinin artmasına səbəb ola bilər. Bu isə zəncirvari şəkildə investisiyaların və istehlak xərclərinin azalmasına gətirib çıxara bilər. Hələlik tərəflərin eskalasiyadan yayınmaq şansı qalır. 2025-ci ildə Avropa İttifaqı Trumpın qlobal tarif müharibəsində müəyyən güzəştlərə getmişdi. O cümlədən Ukraynaya ABŞ dəstəyinin davamı naminə. Lakin yeni təzyiqlərə Avropa bu dəfə dözməyə bilər. Trump yanvar ayının 17-sində açıqlayıb ki, fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyadan idxal olunan mallara 10% rüsum tətbiq ediləcək. Əgər iyun ayının 1-nədək Qırlandiya üzrə razılaşma əldə olunmasa, bu göstərici 25%-ə qədər yüksələ bilər. Rüsumlar Fransanın ətirləri, pendirləri və şərablarından tutmuş Alman avtomobillərinə qədər geniş çeşiddə lüks və premium məhsulları əhatə edəcək. Bu, ABŞ-ın Avropaya xidmət ixracını da təhlükə altına salır. Maliyyə, hüquq, sığorta və xüsusilə rəqəmsal xidmətlər risk zonasındadır. Microsoft, Amazon, Google kimi nəhənglər üçün Avropa bazarı həyati əhəmiyyət daşıyır. 2024-cü ildə ABŞ xidmət ixracatçıları Avropadan 295 milyar dollar gəlir əldə ediblər. Franklin Templeton şirkətinin top meneceri Rich Nuzum Wall Street Journal-a bildirib ki, investorlar Trumpın tarif hədələrinə artıq alışıb və bazar
hər şeyin sonunda yoluna düşəcəyinə inanır. Ən ciddi eskalasiya isə Avropa İttifaqının Bazok adlandırılan anti-məcbur etmə mexanizmini işə salması halında mümkündür. Bu alət ABŞ xidmətlərinə və investisiyalarına qarşı vergi artımı, sərt tənzimləmələr və digər məhdudiyyətlər tətbiq etməyə imkan verir. Bu addım farmasevtika və texnologiya sektorlarını ağır zərbə altında qoya bilər. Məsələn, Apple kimi şirkətlər qlobal mənfəətlərinin böyük hissəsini aşağı vergi dərəcələrinə malik İrlandiyada cəmləyir. Avropa ilə münasibətlərin pisləşməsi bu modeli sarsıda bilər. Göründüyü kimi Qırlandiya ətrafında yaranan mübahisə təkcə siyasi yox, həm də qlobal iqtisadi balans üçün ciddi təhlükələr yaradır. ABŞ və Avropa arasında dərin qarşılıqlı asılılıq bu münaqişəni hər iki tərəf üçün riskli edir. Qarşıdurma davam edərsə, nəticələri yalnız Vaşinqton və Brüssel deyil, bütün dünya hiss edəcək. Bəs siz bu prosesin necə yekunlaşacağını düşünürsünüz? Fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Kanala abunə olun, videonu bəyənin və növbəti buraxılışlarda görüşənədək.